Cruises.azın dəyərli dostları, müştəriləri, MSC Orkestra gəmisindəyik. MSC Orkestrası 2007-ci il istehsalıdır və muzika sinifinə daxildir. Hansı ki, onlara daxildir poeziya, sonra muzika, magnifisiya. Deməli, bu gəmilərin bir məqamı hal-hazırda 15-ci mərtəbədəyik və bütün üst hissə bu şəkildədir. Hovuzları var, jakuziləri var və hal-hazırda hovuzda 26 dərəcədir. Suyun istiliyi, jakuzilərdə 32 dərəcə. 2021-də renovasiyadan çıxıb, yenilənib. Gəmilər mütəmadi olaraq müəyyən tarixlər arasında yenilənmədən keçirlər. Kliyanın tələbləri doğrultusunda həm sanitariya olaraq, həm texniki olaraq. Gəmilərində uşaqlarla gələnlər, gəmilərində akvapark olsun deyənlər, təəssüf ki, bu sinif gəmilərdə akvaparklar yoxdur. Sadəcə gəminin arxa bölümündə futbol və basketbol oynanıla biləcək bir bu hissədə akvapark təəssüf ki, yoxdur. Onun üçün, əgər ki, uşaqlarla bərabər gəlirsinizsə və istəyirsə ki, akvapark olsun, gəmi seçimində buna diqqət eləməkdə fayda var. Bəzən gəminin özü kruiz səyahətində ikinci plana düşür, amma marşrutu bu səfər ön plana çıxır. Ona görə də əgər marşruta üstünlük verəcəksinizsə, bu səfər gəmilərin də necə olduğunu bilmənizdə fayda var. Hal-hazırda bir gimnastika kimi bir gedir. Ayrıca burada göstərmək istədiyim bir məqam daha var. Görürsünüz, burada nəysə kiçik də olsa təmir eləyirlər. Eləcə də burada. Bu nə deməkdir? Biraz daha açığı köhnə il olan gəmilərdə mütəmadi olaraq səfər boyunca belə ehtiyac yaranır. Nəysə təmiri. Əlbəttə, böyük gəmilərdə, yeni gəmilərdə də ola bilər. Yox demirəm, amma ümumiyyətlə daha köhnə gəmilərdə bu təmir, düzəliş və s. ehtimalı daha yüksəkdir. Ona görə də bunu da nəzərə alaraq səyahətlərinizi planladığınızda gəmidən hansı gözləntilərinizin olduğunu buna görə tənzimləməkdə fayda var. Bəzi gəmilərdən çox böyük, amma qidalanmağı, sonra içki paketi almışsınızsa, içkilərin keyfiyyəti və s. bunlar hamısı yüksək səviyyədədir. Çünki məsələn, hovuzun kənarında görürsünüz bu hovuz və həmən kənar hissəsində burada da bir bar var. Çox uzağa getmədən belə bardan içəcəklərinizi ala bilirsiniz. Bax belə.